Bismillah ve salatu ve selamu ala Resulillah ve ala alihi ve sahbihi ecmain emme ba'd. Allah Azze ve Celle cümlemizi xeyirli əməllərdə muvaffaq eyləsin. Amin. Bu gecə Ramazanın son gününə daxilik qardaşlar. Hər axşam indiki olduğu kimi saat 3-4 arası gecə namazı olacaq Allah Taala'nın izni ilə ta bayram axşamına kimi. Bu qısa gecə arası tövsiyəmizdə bir sualla başlamaq istəyirəm. Amma səmimi olun. Tamam ayrısın. Sən mi xeyirlisən, yoxsa qoça mı xeyirli? Anlaşmamız var. Sən mi xeyirlisən, qoça mı? Riski elə de. Demək istəyirsən ki, o xeyirlidir, sonra da düşünürsən ki, xeyir olar. Yəni olub ki? Kim xeyirli? O bir şey, sən mi xeyirlisən, o mu xeyirli? Hər ikimizin var. Maşallah, təbarakallah. Təbrik edirəm. Yaxşı. Ömər, sən mi xeyirlisən, yoxsa Əmrah mı xeyirli? Əmrah xeyirlidir. Əmrah, sən mi xeyirlisən, yoxsa Elnur mu? Elnur xeyirli. Elnur, sən mi xeyirlisən, el sevər mi? Onu Allah bilir kim xeyir olmuş. Biz bilmirik kim xeyir. Yaxşı. Sən mi xeyirlisən, mən mi? Sən xeyirsən şeyx. Xeyir olar. Çünki başımızda sağ. Xeyir olar. Baxın qardaşlar, bu sualda mənim bir amacım var. Tabii ki biz mütəvazilikdən bəzən bir-birimizə deyirik, sən xeyirlisən və yaxud da heç taviz vermirik. Deyirik, mən xeyirliyim. Bunların heç biri doğru deyil təbii ki. Bunlar bizim gözəl zənnimizdən ola bilər ki, mən səni özümdən xeyirli görürəm. Əsl də budur, əslində. Kimin xeyirli olacağını uca olan Allah bilir. Hamımız bəşərik, biz nəyi göstəririk onunla deyil. Bizim ölçümüz içimizdəki gerçək təqva ilədir. Allah Teala Kur'an-ı Kerim'de buyurur ki: "La tuzakku enfusakum huve a'lemu men ittaqa." Siz özünüzü yaxşı təmizə çıxartmayın. Siz özünüzü təmizə çıxartmayın. Allah'tır kimin gerçekten takva sahibi olduğunu bilən. Başka bir ayette Allah Teala buyurur: "İnne ekramakum indallahi etqakum." Sizin içinizde en xeyirliniz, en hörmətliniz, en mərfətliniz Allah'tan en çok qorxanınızdır. Allah qorxusu ürək işidirmi, yoxsa əl işidirmi? Təməl olaraq. Ürək işidir. Ürəyin içində olan biz bilirikmi? Biz bilmirik. İmam-ı Zəhəbi rahimehullah Siyar A'lamun Nubala kitabında gətirir Sufyan ibn Uyeyne radiyallahu anhudan. Sufyan ibn Uyeyne rahimehullah İslamın böyük ağırlığı olan alimlərdəndir. Sufyan ibn Uyeyne rahimehullah buyurur ki: "Men ra'a ennehu hayrun min gayrihi fakat istekbara." Kim görse ki özü başkasından xeyirlidir, o adam kibirli hesab olunur. Kim görse ki özü ondan xeyirlidir, o kibirli hesab olunur. Ne deməkdir kibirli? Yani o insan özünü haqq eləmədiyi halda artıq görə bilər. Fikir verin, burada niyə xeyirli kəlməsi işlədilir? Məsələn, mən də bilərəm ki, mən səndən gözələm. Hamı görür axır bunu. Mən deyə bilərəm ki, mən səndən güclüyəm. Hamı bunu fark eləyir axır. Mən deyə bilərəm ki, mən səndən hündürəm. Mən səndən ağıram, mən səndən güclüyəm, mən səndən varlıyam. Bunlar hamının gördüyü ölçülər deyilim, qardaşlar. Bunu deməkdə bir ayrılıq məsələsidirsə, bunu ispat eləmək olar. Amma xeyirli olmaq məsələsini bunu Allah da bilən. Nə qədər zahirdə yaxşı görünən insanlar var ki, batində ən pozğun insanlardır. Nə qədər kamera önündə, el üzərində yaxşı görsənənlər var ki, xəlvətdə və təklikdə qaldıqda ən çox Allahın qoyduğu hədləri və pərdələri yırtanlardır. Ona görə zahiri görməklə deyil, batini kim bilir? Yalnız aləmlərin Rəbbi olan Allah. Ona görə biz kiməsə mən səndən xeyirliyəm deməyimiz doğru deyil, doğru çıxmaz. Ən doğru kimin xeyirli olduğunu bilən kimdir? Aləmlərin Rəbbi olan Allah. Bugün
Qardaşlar, Ramazanın son 10 gününə daxili artıq bu birinci gecəmizdə Allah Taala'nın izni ilə Ramazanın sonuna qədər nə mutlu o adamlara ki, bu gecələri ibadətlərlə, dua ilə, Quran-ı Kərim oxumaqla dəyərləndirəcəklər. Ayşə radiyallahu anhadan hədis var, Sahih Müslimdə gəlir. Ayşə radiyallahu anha buyurur ki, Muhammed sallallahu aleyhi ve sellem Ramazanın son 10 günündə çalıştığı kimi, yəni ibadətlərdə, duada, Quran oxumaqda və s. kimi başqa günlərdə çalışmırdı. Yəni ən çox çalışdığı ibadətlərdə Ramazanın nəyi idi? Son 10 günü idi. Ona görə başlayaq qardaşlar. Gələn ilə kimlər çatacaq, kimlər çatmayacaq, aləmləri Rəbbi olan Allah bilir. Və bizi bu gözəl günlərə qavuşduran Allaha da həmd olsun. Allah Teala cümləmizi xeyirli əməllərdə sabit eləsin. Və sallallahu və səlləm və bərik alə nəbinə Muhammed.